Herkese salam. DİM 2025 test toxlusundan hidrogen, oksigen, su bölməsinə yeni əlavə edilmiş 92-ci sualın izahına baxaq. Bir balıqçılıq təsərrüfatında suyun oksigen səviyyəsini artırmaq üçün kalium permanqanat məhlulundan istifadə edilir. Kalium permanqanat suda həll olduqda aşağıdakı reaksiya baş verir və oksigen qazı əmələ gəlir. Təsərrüfat sahəsində gölməçənin həcmi 10.000 litr və suya buraxılmalı olan oksigen qazının gündəlik norması isə hər litr su üçün 0,75 moldur. Neçə kiloqram kalium permanqanat əlavə olunmalıdır? Demək, gündəlik norma nə qədərdir? Hər litr üçün, yəni hər 1 litr üçün 0,1075 moldur oksigen. Biz baxaq görək burada. 10.000 litr həcmi olduqda nə qədər oksigen buraxılmalıdır? Buradan x tapırıq edəcək 75 mol. İndi deyək ki, bu təsərrüfatın gündəlik oksigen tələbatını ödəmək üçün suya neçə kiloqram kalium permanqanat əlavə edilməlidir? Reaksiya tənliyimizi yazaq. 4 kalium permanqanat, 2 su. Alınır 4 manqan, 4 oksid, 4 kalium hidroksid və 3 oksigen. İndi bu 75 mol oksigen görək nə qədər kalium permanqanatın sərf olunması nəticəsində əmələ gəlir, bilmirik. Amma baxsaq bura 3 mol oksigenimiz, 4 vur kalium permanqanatın emeri də 158'dir. Kalium permanqanatın sərf olunması nəticəsində əmələ gəlir, bu da oksigendir. Və buradan hesablasaq x bərabər olacaq 15.800 qram. Amma sonda bizə kiloqramla dediyi üçün qramı kiloqrama çevirmək üçün onu minə böləcəyik. Edəcək 15,8 kiloqram.